Bəzi cinayətlər var ki, onun vurduğu zərər pulla ölçülmür. Maddi dəyəri bəlkə də çox kiçik olan, amma mənəvi çəkisi bütöv bir xalqın heysiyyatına toxunan o hadisələrdən biri Əmircan Şəhidlər Xiyabanında yaşanıb. Müqəddəs and yerimiz, canını bu vətən üçün fəda edənlərin əbədi məkanı bu dəfə oğru və vandalların hədəfinə çevrilib. Şəhid məzarının ətrafının dağıdılması və oraya ailələrin böyük ehtiramla əkdiyi dekorativ ağacların sökülərək oğurlanması cəmiyyətdə böyük sarsıntı və hiddət yaradıb. Sosial şəbəkələrdə yayılan və hər kəsi dərindən sarsıdan görüntülər dərhal hüquq mühafizə orqanlarını da hərəkətə gətirir. Daxili İşlər Nazirliyi məsələni birbaşa nəzarətə götürərək rəsmi açıqlama verib. Bildirilib ki, daxil olmuş müraciət əsasında ərazi polis şöbəsində dərhal təhqiqat araşdırması başladılıb. Bu rəzaləti, bu mənəviyyatsızlığı törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər görülür. Cinayətkarın kimliyi tez və ya gec polis tərəfindən bəlli olacaq və o qanun qarşısında cavab verəcək. Lakin xiyabanda şəhid anasının əkdiyi gülü, ağacı söküb aparan o əllərin sahibinə cəmiyyətin verəcəyi mənəvi cəza qanunlardan daha ağır olacaq. Çünki şəhidlərin xatirəsi və məzarları bu dövlətin və xalqın ən toxunulmaz, ən müqəddəs sərhədidir. Vətən uğrunda canından keçənlərin məzarı başında dayanıb oğurluq etmək mənəviyyatın bitdiyi son nöqtədir. İndi hər kəs Əmircandakı bu vandallığı törədənlərin ən qısa zamanda tapılmasını və cəmiyyətə ifşa olunmasını gözləyir. Mən Əliyev Əlixan, şəhid kapitan pilot Xəyyam Əliyevin atası. Dünən axşam mənə dedilər, məlumat verdilər ki, uşağın qəbrinin yan yörəsini dağıdıblar. Hansısa nanəcimlər, belə deyək, erməni qanı daşıyanlar. Mən bunu belə adlandırıram. Fikir verin, 4 ildir mən bəslədiyim dekorativ güllər, ağaclar hamısı dağılıb. Skameyka çıxıb yerindən, yeri də qalıb. Sonra bu güldanlar, zatlar hamısı çıxmışdı, tullanmışdı. Buralar qara gündə idi, pis gündə idi. Hələ silib, süpürüb, təmizləmişik, güldanları yerinə qoymuşuq. İndi biriz abram inib təmiz olub. Mən hüquq mühafizə orqanlarına müraciət elədim və xahiş elədim onlardan ki, bu vandalizm maddəsidir də, bilirsiniz, cinayət işidir, vandallıq. Bu haqda bir ölçü getirsinlər, cinayət şəxs olsun və müqəssirlər tapılsın. Diqqətinizə görə çox sağ olun.